Müstəvini kəsməyən AB parçasının uclarının müstəvidən olan məsafələrin uzunluqları üçün 7-yə nisbətindədir. Burada 3K, burada isə 7K olaraq qeyd edək. Parçanın orta nöqtəsinin bu müstəviyə qədər olan məsafə 24 cm-dir. Bu 24 olarsa, uclardan olan məsafələrin uzunluqları fərqinin modulunu tapan. Deməli, burada göründüyü kimi A, B, burada bir C və D nöqtələri qeyd etsə, ABCD bir trapesiya alınır. Trapesiyanın orta xətti onun oturacaqlarının cəminin yarısına bərabərdir. Yəni 24 bərabərdir. 3K üstə gəlsin 7K bölünsün 2. 10K bölünsün 2 olar 5K. Deməli, K bərabərdir 24 bölünsün 5. 24-ün içərisində 5, 4,8 düşər. Deməli, və bizdən fərq tələb olunur. 7K ilə 3K-nın fərqi bərabərdir 4K-ya. 4 də vurulsun 4,8 bərabər olacaq. Və 4, 8 olacaq. 2, 3 də yadda. 16-nın üstünə 3, 19. 19,2 cm olar.